Universiteti bitirdikdən sonra işə başlamağın üstünlükləri və çatışmazlıqları. Azərbaycan reallığında universiteti bitirməyən gənclərin böyük əksəriyyəti qeyri-ixtisas üzrə fəaliyyət göstərirlər. Bu hər hansısa bir kafelərdə, restoranlarda, ictimai yaşayış obyektlərində gündəlik xərclərini qarşılaya bilməkdən ötürü müəyyən qazanc əldə etməkdən gedir. Bu bir çox hallarda belə baş verdiyinə görə onun öz ixtisası üzrə inkişaf eləməyinə bu heç bir halda üstünlük yaratmır. Amma nəzərə alsaq ki, sənin hansı sahədə fəaliyyət göstərməyindən asılı olmayaraq sən iş mühitindəsənsə, sən sözsüz ki, artıq evdə dincələn, asudə vaxtını sadəcə əyləncəyə ayıran gənclərdən sən artıq bir neçə addım öndəsən. Çünki sənin artıq müəyyən bir iş təcrübən formalaşır, müəyyən bir çevrən formalaşır, networking dediyimiz, hər hansısa bir işlədiyin yerdə səni kimsə görə bilər, səni seçə bilər, sən parıldaya bilərsən orada. Ona görə də tövsiyə olunandır ki və arzu olunandır ki, gənclərimiz ümumiyyətlə deməsinlər ki, mən hələ oxuyuram, hələ bitirməliyəm, sonra iş axtarıram, iş seçərəm. Universitet dövründən heç olmasa yarım ştat belə olsa, iş həyatına atılsınlar, öz xərclərindən az özləri qarşılasınlar, iş nədir bilsinlər, işin məsuliyyətini dərk eləsinlər, işə səhər tezdən erkən oyanmaq, işdən yorğun çıxmaq, bunu anlasınlar ki, başa düşsünlər ki, universitet bitirəndən sonra şirkətlər qapılarını açıb, qucaq açıb onları gözləmirlər ki, biz səni gözləyirik, yaxşı ki, əlində diplom bitirdin, tez gəl. Belə bir anlayış yoxdur. Ondan sonra onların həyatının ən çətin dönəmi başlayır. O çətin dönəm daha erkən başlasa, onlar üçün də müəyyən bir sınaq olmuş, müəyyən bir təcrübə olmuş olar ki, onlar öz həmyaşıdlarından müəyyən qədər bu istiqamətdə fərqlənsinlər yaxşı mənada.